Salam, hər vaxtınız xeyir dəyərli abituriyentlər. Bugünkü mövzumuz sizin ən çox sevdiyiniz söz önü dərsidir. Nəyə görə belə bir gülümsəmə var üzümdə? Ona görə ki, söz önünü sevmirsiniz. Söz önünü sevən çox az bir tələbə var. Tələbə dedim, Allah hamımıza nəsib eləsin. Deməli, yoldaşlar, buradakı məsələ, problem nədir? Bütün mövzularda qısaltmalar, açar sözlər, belə deyək də, çürüklər falan var, amma iki dənə mövzudur ki, orada biz yoxuq. Yəni, biz heç nə eləyə bilmirik müəllim olaraq. Artikl və söz önü. Niyə görə? Çünki artikl da əzbərlənəsidir, söz önü də əzbərlənəsidir. Məsələn, söz önü testlərə iki cür düşür. Ya nəzəri qayda əzbərləyib yazırsan, ya da bəlirli ifadələr var, o ifadəni əzbərləməlisən və gördüyün yazmalısan. Məsələn, to be good bu ifadədir. At, bitdi. Yəni, burada başqa heç nə eləyə bilmərəm mən. To be interested, in, bitdi. Wait, for. Yəni, bunlar konkret əzbərlənən şeylərdir. Siz də bunu etmədiyinizə görə bu sizə çətin gəlir. Nəzəri hissələri sürətli formada keçəcəm. Harada bizə testdə düşəcək məqamlar varsa, yəni bizi ilgiləndirən mövzu varsa, orada bir dayanacam. Deməli, deyək ki, söz önünün yeri haradır? Söz önünün yeri işləndiyi sözün önündədir. Okey. Bəzi söz önündə isə feilə aid olur və feildən sonra gəlir. Bunu da tamam başa düşdüm. Burada da işlənə bilir. Ondan sonra gəldim nəyə? Deyir, əgər isim və feilin söz önüsü kəsişərsə, üstünlük feilin söz önüsünə verilir. Məsələn, fənlərdə deyir, in söz önü işlənir, in chemistry məsələsində. Sonra deyir ki, to be good at ifadəsində, baxın, burada isə, məsələn, in chemistry'dir, düzdürmü? Amma mən burada in yazmıram, bilirsiniz niyə? Çünki bu to be-li ifadədir. To be good yazdım ətora, məsələ bitmişdir, yəni bu əzbərdir. Burada başqa bir şey yoxdur. Sonra deyir ki, söz önlərinin aşağıdakı növləri var. Çox da burada durmağın da bir mənası yoxdur. Sürətli şəkildə üstündən keçək. Zaman bildirən söz önlər. Yoldaşlar, nümunələrə baxa-baxa da yeri gəlmişkən beyninizə yazın. During zaman bildirir, for ərzində mənasında, before əvvəl, after sonra, since bəri mənasında yeri gəlmişkən bu söz önü tipində nədir? Since last year. Bax, bu bitmişdə biz bunu keçmişik. Aydındır. For'u da bitmişdə görmüşük, since'i də bitmişdə görmüşük. Sonra till, until, up to bunları da görmüşük. Əzbərlədik. Sonra gəldik deyik ki, since hərəkətin başlandığı vaxtı bildirir. İşləndiyi cümlə əsasən bitmiş və bitmiş daimiyyəci olur. Biz bunu zaman dərsindən bilirik. Sonra gəldik ikili söz önlərə. From to, from till, from until. Məsələn, sabahdan axşama, axşamdan sabaha. Bu formada from January up to September. Məsələn, bunların qabağını boş qoysa, tərcümə edirəm ki, bunlar ikili, yəni mürəkkəb söz önlərdir. Sonra by haradasa, belə deyək, artikl dərsində də eşitmişəm. Ondan sonra zaman dərsində də eşitmişəm. On the eve of, ərəfəsində deməkdir. Məsələn, yeni il ərəfəsi, Novruz ərəfəsi, yəni qış ərəfəsi, qar. Məsələn, ərəfə mənasında işlənir. Burada çətin bir şey yoxdur. At, in, on, da deməkdir. Təbii ki, hər birinin ayrı-ayrı mənaları var. Məsələn, in deyəndə dövrlərlə işlənir. Məsələn, in the middle age, in the morning. Yenə də bunlar ifadəyə gedir, çıxır. Əsrlərlə inişlənir, bunu yazdım yaddaşıma. Sonra illərlə inişlənir, fəsillərlə inişlənir, aylarla inişlənir. Bax, nəzəri əzbər hissəsi söhbət bundan gedir ha. Yəni, o bəndləri əzbərləməliyəm, onlara mən belə ötəri baxa bilmərəm. Yəni, artıq 5 dənə bəndi öyrəndiniz. Dövr, əsr, il, fəsil, ay, hamısı inləndir. Gəldi əsas məsələyə. Mən burada köklənirəm ki, aylarla nədir? İnişlənir, düzdürmü? Amma deyir ki, aylar günləri ilə verilərsə 10 işlənir. Çünki günlərdə 10 söz önü olur. Məsələn, may başqa şeydir, günün veribsə 10 olmalıdır. Aydındır. Bax, testdə düşən budur. Çaşdıran da budur. Biz bunu üzündən, belə deyək, nağıl kimi oxuyuruq. Bu, testdə asırıq. 10 may. Demə, burada gün var, nə yaz? Biz bunun bəlkə də fərqində olmuşuz. Mən sizə bir daha deyirəm, ehtiyatlı olun. Zamanlarla inişlətdim. Amma ayın günü olarsa 10 işlədəcəm. Aydındır. Bu sizin çox-çox verdiyiniz sualların içində olan bir problemdir. Sonra deyir ki, günlərlə 10 söz önü işlənir. Yəni, həftənin günləri ilə, ayın tarixləri ilə, həftənin günü də buna aiddir. Məsələn, Monday, Sunday'dir, sonra gün varsa onunla işlədirəm. Günün hissələri. Fokusunuzu verin bura. Morning, afternoon, evening. Bunlar inləndir. Amma gəldim noon, night, midnight, sunset, sunrise, dawn ətləndir. Bir dənə sual verin, niyə? Verdiniz, mən də deyirəm ki, əzbərliyin geçsin. Yəni, bunun niyəsi falan yoxdur. İngilis bizə deyir ki, qardaş, bunu əzbərlə, mən də deyirəm, baş üstə əzbərləyirəm.
Bu iminli bu hissələr morning, afternoon, evening indi, night, midnight, noon, the sunset, sunrise, down, ətləndi. Aydındır? Bu qədər sadə. Aha. Gün hissələrinin əvvəlində həftənin, ayı, fəsli bildirən sözlər gələrsə, on işlədilir. Yəni, məsələn, normalda morninglə nə olmalıdır? In. Düzdür? In morning. Amma burada nə var? Gün var. Və bayaqki ay məsələsində ayda nə işlənir? In. Amma ayın bölündə gün olsa, on. Eyni məsələ. Eyni məsələ. Sonra saatlarla nə işlənir? Ət. Saat. Bir də bunu belə yadda saxlama olar. Saat sözünün sonu nə ilə qutar? At. Aman Allahım. Gördünüz. Yəni bu lore bir yöntəmdir. Yəni bu təbii ki, bu qayda falan deyil. Nəyisə əlaqələndirmək əslində çox gözəl bir şeydir. Sonra gəldim yer bildirən söz ömrlərinə. Under altında deməkdir, on üstündə deməkdir, over yuxarı üzərində deməkdir, nəyinsə üstü, üzəri mənasında. Ondan sonra deyir ki, over həm də aşağıdakı hallarda da işlənə bilər. To jump over the fire, tonqanın üstünə tullamaq. Yenə də üst hissəyə gəlir. Aydındır. Sonra qeyd. Baxa görə nə qeydimiz var? Over sayıların əvvəlində işlənirsə çox mənası verir. Over 100 people, 100-dən çox insan mənasında. Deməli, digər qeydimiz nədir? To be over, artıq bu nədir? To be-li ifadədir. Qurtarmaq, bitirmək deməkdir. Yoldaşlar, sözünü feillə birləşirsə, bu tərkibi feil yaranır. Aydındır. Biri var, məsələn, belə deyək də, give feili, bir də var give up. Düzdür. Biz feil dərsini keçən dedik ki, feillər bölünür, sadə, düzəltmə, mürəkkəb. Dördüncü nədir? Tərkibi feil. Və o da bizdə yeni tərkibi feil yaradır. Silək biz bunu. Below aşağı deməkdir. Behind arxasında. Bir dənə ehtiyatlı olun, below ilə behind'i çox vaxt qarışdırırlar. Hansı arxadır, hansı aşağıdır, onu qarşılar. Mənim arxam bu tərəfdə, bu behind'dir, aşağı below'dur. Below, low. Bax, bunu necə yadda saxla bilərəm? Low sözü nədir? Alçaq, aşağı deməkdir, düzdür? Low, below, aşağı. Behind, arxa. Aydındır. Məsələn, beləncəsinə yadda saxlaya bilərsiniz. Low, below, inside, içərisində mənasında. Outside-da çölündə o heç. In front of qarşısında. Hələ ki, burada bir şey yoxdur da, yəni deyim ki, bunu diqqətlə fikir verin falan. Among arasında, between də arasındadır. Between 2 nəfər, among isə 3-dən çox. Biz bunu sifətin dərəcəsində bilirdik. Məsələn, biz dedik ki, between varsa müqayisə dərəcəsidir, among varsa üstünlük dərəcəsidir. Opposite nədir? Üzbəüz, qarşı-qarşıya. Üzbəüz, qarşı-qarşıya, in front of, qabağında mənasında. Near yanında, yoldaşlar, near yanında deməkdir. Next to, by. Görürsünüz nə işarəsini qoyub? Bərabər. Buna diqqət yetirmək lazımdır. Bu, yəni, konkret olaraq burada sərvət yatır. Next to da yanında deməkdir. Deməli, by'ın vasitəsilə mənası var. Tərəfindən mənası var. İndi öyrəndik ki, yanında mənası da var. Əslində, biz bunu indi öyrənməmişik. Biz bunu article dərsində öyrənmişik ki, by əgər vasitəsilə mənasındadırsa, by bus. Nəyinə gəlmişsən? Avtobusla. Burada article yoxdur. Amma desəm ki, hardasan? Avtobusun yanında. By the bus. Bax, o yanında. Biz oradan önce öyrənmişik. Daha sonra far from, uzaq mənasında. Round, ətrafında. Up, yuxarı hissə. Up, down, aşağı. Aha. At, in, on. İkisi də dadə deməkdir. Gəldik nəyə? Yoldaşlar, belə-belə ifadələr var. Təbii ki də bunları nə etməlisiniz? Əzbərləməlisiniz. Mən deməli, nə edəcəm? Bunu bu formada saxlayıram, çəkilirəm arxaya. Siz videonu saxlayırsınız, sözləri baxdınız, sonra davam edirik. Yəni, çox da vaxt itirməyin adı yoxdur. Sonra gəldim nəyə? İnə. Videonu saxladınız, baxdınız, bir göz gəzdirdik, davam edirik. Yadda sal, in the corner-da ehtiyatlı olun. In the corner-da var, at the corner-da var, on the corner-da var. Yəni, bundan çox ehtiyatlı olun. Yəni, deməyin ki, yalnız və yalnız indir. Bir dənə fikir verin, küçə olanda, orada bir bucaq yoxdursa, küçə, tin yoxdursa, o ətdir, ondur. Amma otağın bəlirli bir sərhədləri var da, ona görə biz nə deyirik? Room olanda in olur, küçə olanda ətlə on olur. Gəldik istiqamət bildirənlərə. To, towards, istiqamət, hara gedirsə, məsələn, əmim giləyə gedirəm, istiqamət bildirir. Across, qarşı tərəfində deməkdir. Digər tərəf, qarşı tərəf.
Into içərisinə deməkdir, qəfəsin içərisinə, sumka, məsələn qələmi sumkanın içərisinə qoyuram. Into the bag, into içinə. İçində başqa şeydir. Bax bunu inlə qarşılayır. İçində başqa şeydir. İçinə başqa şeydir. Aydındır? Out of çıxartmaq, çöl mənasında. Along boyunca deməkdir. Aha, gəldik görə burada bizim nə işimiz var? Deyir ki, mücərrəd məna ifadə edən sözünlər. Baxaq, mücərrəd məna ifadə edən sözünlər bunlardır. By üstəgəl feil. Sonra by learning. Bu siz necədir? Burada sözünü kimi öyrənirsən. Gəlin mən sizə başqa bir prizma göstərim. Yadınıza gəlir belə bir dərsimiz var bizim. İcbar növ, gerund, fe'li sifət 1, fe'li sifət 2 və məsdər. Düzdürmü? Mən bunun dördünü də birləşdirib bir videoda keçmişəm və orada demişik ki, by sözünüdən sonra fe'l gələrsə ing yaz. Həmin şey fırlanıb burada da deyilir. Görürsünüz? Yəni gerundun sözünlə əlaqəsini. Mən zaten bunu bilirdim. Bu da mənə qəribə gəlmir. Burada biləcəyim şey nədir? By'dan sonra fe'l gələrsə ing yaz. Bitdi. Məsələ budur yəni. Fərqli məqam yoxdur. By nəqliyyat vasitəsi ilə olarsa çox diqqətli olun. Əgər sən nəqliyyat vasitəsi ilə gəlirsənsə, vasitəsi ilə mənasında artikel yoxdur. Amma o nəqliyyat vasitəsinin yanında dayanmısansa artikel olmalıdır. Ona diqqətlə fikir verin. Aha. Sonra baba eyni məsələ. By var, artikel yox. Amma in on olarsa, yəni problem yoxdur. Təbii ki də mən E də yazaram, C də yazaram, nə yazaram artıq o şeydən aiddir. Deyir ki, by məhsul növdə tərəfindən mənasındadır. Subyekt kimi, by newcomer. Aydındır, baba bu subyektdir. Mən bu subyekti bysız verə bilmərəm. Vasitəsi ilə deməkdir. Mən də bunu məhsul dərsində bilirəm. Without sizsiz deməkdir. Yoldaşlar, without barəsində biraz danışmaq istəyirəm. Niyə? Without şəkilçidir. Şəkilçi birləşdiyi sözü inkara çevirir. Biz deyirik ki, hardly, barely, scarcely. Əslində negativ dərsində deyəcəyəm, amma yenə də yeri gəlib demək istəyirəm. Bunlar cümləni müstəqil şəkildə inkara çevirir. Amma bəzi yoldaşlarımız deyir ki, without da cümləni müstəqil inkara çevirir. Yəni, without olan cümlə inkardırmı? Deyirəm, xeyr. Without olan cümlə inkar deyil. Without sizsiz deməkdir. Birləşdiyi şəkilçi nədir? Yəni, müstəqil işlənməyən bir hissdə. Şəkilçi kökə birləşir, o zaman onun mənası olur. Aydındır? Yəni, siz deməkdir, düzdürmü? Deməli, o birləşdiyi sözü inkara çevirir. Və burada çox incə bir məqam var. Nədə o incə bir məqam? Yoldaşlar, without olan cümlədə mən she couldn't da deyə bilərəm, problem yoxdur. She could da deyə bilərəm, problem yoxdur. Problem bizi nədir? Əvəzlikdir. Problem ondadır ki, withoutdan sonra direktman some yaza bilmərəm. Niyə? Çünki without sama birləşir, birləşdi neyinir? Çevirir inkara. Axı, sam da inkarda olmaz, təsdiqdə olur. Cümlə təsdiqdə, işim yoxdur. Amma sam yaza bilmərəm. Aydındır. Niyə? Çünki without biz dedik ki, birləşdiyi neyinir? Sözü çevirir inkara. Sam yazsam, götürüb samı inkara çevirəcək. Without no yazsam, olmaz. Deməli, withoutdan sonra sam da olmaz, no da olmaz. Baxın, diqqət edəcəyiniz məqam budur. Əziz yoldaşlar, budur. Nəyəsə oxuyanda nağıl kimi üzündən oxuyun. Bir də belə bir şey rast gəlir. Via, through, yəni vasitəsilə ilə deməkdir. Əlavə qeydlərim var. Nə deyir mənə? Deyir ki, materik, qitə, ölkə, şəhər, kənd, qəsəbə sözləri və adları ilə dadə mənasında in işlənir. Ay-yaya mənasında to işlənir. Ona görə də belə testlərdə tərcüməyə fikir vermək lazım. Siz nə demək istəyir? Deyir ki, hardasan? Romadayam. Tərcümə tuturam ki, Romadayam. Deyirəm, haraya gedirsən? Deyir, Romaya gedirəm. Təbii ki də ə-yə-yə tu inandır. Gedirsən, Allah şinavand eləsin. Bu tudur. Hardasan? Ordasan. Əla, nə gözəl, indi. Yəni, bunu da tərcümədən tapıram. Burada bir ciddi bir şey yoxdur. Narahat olmayın. Gəldim bayramlara. Bayramlara, seyranlara fikir verin. Ayağıma dolanan bir məsələdir. Problem yaradası bir şeydir. Bayramlarda ət olur. Tamam, əla, əla. At Christmas. Başa düşdüm. Bu sözlərin yanında day holiday sözləri olarsa 10 olar. Yoldaşlar, xahiş edirəm. Buna çox diqqətlə fikir verin. Hər dərs sual verirsiniz, bax bunu. At Christmas, on Christmas day. Day holiday varsa 10'dur. Yoxdursa bayram zaten ətləndir. Çox qızıl bir qaydadır. Və məni boğaza yığan bir qaydadır. Hər dərs sual verirsiniz, hər dərsdə deyirəm.
Deyir ki, take something out of something. Bu ifadə mənasında. Bu ifadəni əzbərləyin. Daha sonra. Deyir, live feilindən sonra yer bildirən isim gələrsə, ya sözünüsüz, ya da forla işlənir. Yoldaşlar, bu o deməkdir ki, live tərk etmək mənasında haransa tərk edirsənsə, live for deməkdir. He left for something. Left living keçmişdi bu arada. Live tərk etmək, bir də yola düşmək. Hara gedirəm? Moskvaya gedirəm. Okay, live for olur. Tərk elədim. Moskvadan çıxdım, tərk elədim. Yola düşmək başqa şeydir. Tərk eləmək, çıxmaq başqa şeydir. Fikir verin, tərk etməkdə yoxdur. Amma Moskvaya gedirəm, yola düşürəm, var. Bəli. Leave to sözünü ilə işlədilmir. Normalda burada nə olmalı? To olmalıydı. Hara gedirəm? Moskvaya. Düzdür? Amma bu ifadədir deyə mən məcburən live for yazmalıyam. Bax görür, məcburiyyət. İngilis dili əzbəri, biz də əzbəriyik. Bu başqa neyini? Çarəmiz yoxdur. Aha. Live feilindən sonra yer bildirməyən isim gələrsə, necə olacaq? Bir sıra sözünləri işlənə bilər. Məsələn, orada yer gəlmişdi. Hara gedim? Moskvaya gedir. Amma leave nə vaxt gedəcək? Səhər gedəcək. Yer yoxdur ki. O zaman bunların özünün nə istəyirsə onu yaz. Həftənin günü nə istəyirdi? 10. Night nə istəyirdi? At. Morning nə istəyirdi? In. Yaz geçsin. Arrive feildə biraz başı bəlalıdır. Niyə görə? Çünki arrivedən sonra in də olur, at da olur. Məkanın həcm söhbəti var. Aydındır. Deyir, arrive feilindən sonra yer bildirən isim gələrsə in və ya at sözünü işlədilir. Arrivedən sonra materik qida, yəni böyük gələrsə in işlədirəm, balaca gələrsə ət işlədirəm. Ət balaca, in böyük. Aydındır. Sonra deyir ki, arrive home sözü ilə işlədərsə sözün işlənir. Ümumən home-nun özündə sözün işlənmir. Sonra deyir ki, arrive feilindən sonra yer bildirən, daha doğrusu bildirməyən isim gələrsə, yəni burada yer yoxdur, məkan yoxdur, bayaqki kimi, təbii ki də bu sözlərin nə aidsə onu deyirəm. Leave-dən sonra məkan yoxdur, başqa şeydir, zamandırsa özüdür. Arrive-dən sonra məkanı yazmayıb, bu məkanlardan yazmayıb, zamanı yazıbsa nə işlənirsə odur yəni. Aha, home sözü ilə to işlədilir. Biz elə bilirik ki, go to home deməliyəm. Xeyr, bu özəl qaydadır, bu əzbərlənəsi qaydadır. Hər də sual verirsiniz. Amma to be və to stay feilləri ilə ət işlənir. Hardasan, evdəyəm, aydındır. At home, evdə olma mənasında. Bu əzbərlənməlidir. Əqri ilə nə işlənir? Viz işlənir, to işlənir və çox xahiş edirəm, diqqətlə qulaq asın. Deyir, əqri feilindən sonra insan gələrsə, to olar, cansız gələrsə, daha doğrusu insan gələrsə, viz olar, cansız gələrsə, to olar. Yoldaşlar, bu əzbərlənməlidir. Yəni, test çıxır, deyirəm ki, əqridən sonra viz olmalıdır. Burada deyir, niyə deyirəm ki, axı, burada insan gəlib. Deyir, hardan bilir? Deyir, bu kitabda yazıb da bu. Yəni, bunu əzbərləməlisən də. We agreed with those people. Mən bura niyə to deyim axı? Cansız deyil axı. Konkret vurun yaddaşa geçsin. Yəni, öz yaddaşınıza. Bəh. Testin gözü, bəbəyi, hər də deyim, bunu da sual verirsiniz. Visit, answer, reply, approach sözləri feil kimi işlənərsə, sözünüsüzdür. İsim kimi olarsa, isim. Feil olarsa, sözünüsüz, isim olarsa, səhv eləmirəmsə, bu qəbula da düşmüşdür. Bu ilki qəbulların hansısa sualın içində var idi. Feil kimi olarsa, sözünüsüzdür, isim olarsa, to olacaq. Əslində, sözünü çox sadə bir dərsdir. Tam ciddiyəm və səmimiyəm, yəni. Çox sadə bir dərs. Prosta əzbərlənəsi bəzi məqamlar var, siz də onu əzbərləmirsiniz. Yəni, əzbərləməyəndən sonra sən nə gözləyirsən, hansı performansı gözləyirsən? Aha. 2 dənə ifadədir. Participate, take part. İkisi də iştirak etmək deməkdir. İkisi də in-lə deyək. Participate in, to take part in. Şu. Mən nə danışım bundan? Necə uzadım mən bunu? Qutardı getdi də. Əzbərliyin geçsin. Attend-də isə deyil sözünü yoxdur. Bu sözünüsüz, olar sözünü. Attend də baş çəkmək mənasında var. İştirak etmək, baş çəkmək mənasında. Bunda yoxdur, bu ikisində var. Mən bunu nə deyim? Gözəllik. Gözəllik abidəsi yəni. Tell, ask sözünüsüzdür. Speak, talk, say sözünü iləndir. Və mən bunu çəkiləm arxaya, qəşəng qeydlərinizi götürürsünüz. Yoldaşlar, bunu baxa, dəftər əlinizin altında olur. Bax, mən nələri orada vurğuladım. Dedim, buna bax, buna fikir ver, onların hamısını dəftərə yazın.
Məsələn, təkrara gedəndə bir dənə açdın, onu təkrarladın, məsələ bitmişdir. Möhtəşəm bir şeydir. Əzbərə geçsin. Hə, gəldim bu qeydə. Görək burada bizə nə deyir? Deyir, speak ilə talk feilləri to-da olur, about da olur. Aydındır? Bu zaman mənaya baxırıq. Yəni burada tərcümə çox böyük rol oynayır. The parent talked to the doctor. Həkimə dedilər. The parent talked about his child. Uşaqları haqqında danışdılar. Aydındır? Məsələn, mən bunu belə deyə bilərəm. About his child to the doctor. Həkimə uşaqları haqqında danışdılar. Yəni bunu tərcümədən tuturam. Prosta bunu bura bilirsiniz niyə yazır? Speak ilə talk burada var. Burada da ancaq to yazıb da, düzdür? Yəni siz ancaq hara gəldi to yazmayın da. Yəni bu ikisində about da yaza bilərsən. Aydındır? Yəni speak ilə talk həm to işlənir, həm də about işlənir. Davam eləyək. Ask somebody for something. Kimdənsə nəsə istəmək ifadə mənasındadır. Ask Əli for nə bilim nə üçün nə qoyursa qoyun, cansız gələrsə forla işlənəcək. Yəni onu vurğulamaq istəyir bizə. Look, əzbərləyin. Bu konkret olaraq əzbərlənməlidir. Look sözünü ilə birləşərsə fərqli məna verir. Look baxmaq deməkdir, look for axtarmaq deməkdir. Look up məsələn yuxarı baxmaq deməkdir. Look through nəzərdən keçirmək, look after qayğısına qalmaq. Mən bunu əzbəri məsələn necə bilə bilərəm? Aydındır? Davam elə. Əzbər. Net. Sit ilə 3 dənə sözünü var. Zaten mən də öz şagirdlərimdən soruşanda, inanın ki, onlardan nəyi necə soruşuramsa, bu videoda birini belə azaltmadan tam şəkildə, tam səmimiyəm, necə var elə də izah edirəm. Bəzən az izah edirlər ki, yəni müraciətlər olsun, amma mən qətiyyən elə bir şey eləmirəm. Nədirsə oldu yəni. Hətta daha artığını eləyirəm, nəinki əski. Sit verdiyim suallar içərisindədir, həmişə. Nə işlənir? On, at, in. Bəs mən neyiniyim? Özbərlə. Chair-lə nədir? Desk-lə nədir? Armchair-lə nədir? Bunlar boş-boşuna verilmir, yoldaş. Bunlar boş-boşuna verilmir. Sənə düşsə ki, sit nöqtə desk, da demək sənə, müəllim demişdi ki, 10 olur, ət olur, in olur. Bəs yaxşı, mən hansını yazım? Təbii ki də ət yazmalısan da. 10 yazsan səhvdir yəni. Sit down, əyləş, bunlar ifadədir. İfadələrdə heç nə yoxdur. Buyurun. Nəqliyyat vasitələri ilə by, in, on sözünləri işlənir. Əgər nəqliyyat vasitəsi birbaşa gələrsə, by sözünü işlədilir. Deyir ki, bundan sonra artikel olmur, sözünlüdür deyə. Amma niyə vasitəsilə mənasında? Əslində biz bunu keçmişik. Həm məhsulda dedik, həm də yuxarıda dedik. Çox da üstündə qalmayacam. Onunla işlənənlər, inlə işlənənlər, bunun fərqi nədir? Hansında ki, belə dik dayana bilirik, o 10'dur. Üzərində dayanıram. Məsələn, avtobusda düz dayanıram, düzdürmü? O 10'dur. Amma otururamsa, dik dayana bilmirəmsə, o nədir? İndir. Məsələn, maşının içində belə ayaq üstə duramıram axı. Ona görə nədir? Fikir ver, qatarda düz dayanıram. Avtobusda dayana bilirəm. Düzdür? Təyyarədə düz dayana bilirəm. Otura da bilərəm, dayana da bilərəm. Əsas olaraq dayana bilirəmsə, onu yazıram. Atın üstündə düz dayanıram. Amma maşında düz necə dayanım? Maşında otururam axı, məcburəm. Ona görə in olur. Get into, get out of. Minmək, düşmək məsələsində, yəni sadə bir şeydir. Get in, get out, bir də off-la da var. 2 fıyla, get on, get off. Bunu özünüz saxlayıb əzbərləyirsiniz. Bet 2 dənə sözünlə işlənir. Bir indi, bir to'dur. Nə etməliyəm? Canlı sağ olsun əzbərləyib. To go to bed, yatağa getmək, yəni yatmağa getmək. Amma to stay in, to be in, to lie in. Aydındır? Bu üçü ilə indir. Fənlərdə isə dadə mənasında in işlənir. Yəni bayaq da biz demişdik, in chemistry mənasında nümunə çəkmişdik. Fənlərdə in işlənir. Tətillər və səyahətlərdə on işlənir. Biz dedik ki, məsələn, Novruz, nə ilə oldu? Ətlə. Amma orada holiday olsa, day olsa, avtomatik oldu nə? Onunla. Stay feilindən sonra, bircə dəqiqə, stay feilindən sonra isim gələrsə ət və ya in işlənir. Çox diqqət edin, çox. Görürsünüz, 2 dənə nə var? Ox çıxartdım.
İsim gələrsə ət ya in işlənir. İnsan bildirən gələrsə viz işlənir. Artıq bu ikinci insandır ki, viz istəyir. Əqridə nə idi? İnsan gələrsə viz idi. Staydə də insan gələrsə vizdir. Amma isim gələrsə ətlə indi. Bu qədər sadə. Məsələn, bunu köçürdüm. Bax, o kvadratı köçürdüm. Yəqin ki, köçürmüsünüz. Köçürməmişsizsə də videonu saxlayın, köçürün. Zaman bildirən sözlərdə this, last, next, every sözlər olarsa sözünü işləndirmir. Okay, yəni biz bu feildə zaman zərflərini keçəndə o qədər görmüşük ki, şuurumuzun altına işləyib. Məsələn, heç kim everydən sonra sözünü götürməz. Every on week. Belə şey yoxdur yəni. Today, night, yesterday, morning, tomorrow sözlərdə zaman zərfləri olduğu üçün sözünsüz işlənir. Bunu da feildən o qədər əzbərləmişik ki, problemi yoxdur. Bunu da mən feildə görmüşəm. Niyə? Çünki for olarsa bitmiş davam edici və bitmiş zamanlar işlənir since kimi. For sözünün həm də ərzində deməkdir, müddət bildirən ifadələr də var. For a week. Bu ifadə də ha. For a week, for 2 years, for a few months. Since bayaqki məsələ zamanla da işlənə bilir. Listen feili hər zaman to ilə işlənir. Qulaq as kimə? Listen to. İfadədir ki, 22-ni əzbərləyin. Sonra gəlim 23-ə. Hava şəraitləri nə ilə işlənir? İnlə işlənir. İndesan, günəşdə, qışda, yarda, qarda, boranda və bu formada. Bu ifadədir. There is something wrong with birləşməsidir. Cəhətlərlə bu sözünlə işlənir. From, into, towards. Bir dənə burada problem ondadır ki, elə bilərsiniz ki, from ancaq north-dan işlənir. Yox. Yəni bu dördü bununla da işlənə bilər, bununla da işlənə bilər, bununla da işlənə bilər, bununla da işlənə bilər. Aydındır? Yəni dördü ilə işlənir. Place of interest, görməli, gəzməli yerlər ifadədir. Places of interest. Bunu əzbərin. Take somebody by hand. Kimisə əlindən tutmaq. Take, kimsə, by. Testdə bizə verəcək ki, take somebody, nöqtə. Orada by. Yəni, mən bunu əzbərləməliyəm, başqa bir şey eləyə bilmərəm. Arrive, get, reach feilləri çatmaq deməkdir və feillər sözünü ilə işlənilir. Nə? Arrive in at, bayaq demişdim. Get to, bir də reach, nə yazıb sözünüz? Bu görürsən, hərənin özünün ayrı-ayrıdır. Arrive yuxarıda işləmişdim, in dollar, at dollar. Getdən sonra to, reach də sözünüz. Bu qədər sadə. To be-dən sonra sifət və insan arasında işlənərsə, for olacaq. Onun üçün mənasında. Meet and call feilləri sözünüz işlənir. Əzbər konkret olaraq hər biri bir test sualıdır. Aşağıdakı ifadələrdə diqqət edək. Eləyək də, nə var ki burada? In the end, in the beginning of, at the end of, at the beginning of. Daha doğrusu of yoxdursa inlə verirəm. Ofları ətlə verirəm. Yəni, belə bir nüans var, onu da əzbərləyin. Tərkibində D olarsa 10 olar. Daha önce bunu bura çatana qədər 100 dəfə yerdə demişik. Numerativ sözlərlə of işlənir. Biz bunu isim dərsindən bilirik. A piece of, a bar of, a jar of, a bowl of. Sözünün testlərində cümlənin zamanına diqqət yetirmək lazımdır. Baxa görə niyə yetiririk? Bəzən cümlədə sözünün zamana görə təyin olunur. Yəni, mən burada in March yazıram, in 1999 yazıram, amma since nə yazanda zamanı dəyişir. Since varsa zaman dəyişdi, bitmiş oldu. In varsa keçmiş zaman oldu. Aydındır. Biz onu demək istəyik ki, sözünü cümlənin strukturuna əməli təsir edir. Parlament sözü ilə in də olar, at da olar. Çox diqqət edin. In parliament, at parliament. Place, area, location, district, region sözləri inlə işlənir. Əzbərləyin. By həm də müəlliflik bildirir tərəfindən mənasında. Passive voice dərsi daha bu. Bir də belə bir şey var, yoldaşlar. Passive voice-dan əlavə burada feili sifət 2 var. Dickens tərəfindən yazılmış. Baxın. Written veribdir orada, düzdürmü? Yəni, bu feili sifətdir burada. Əslində, burada elə bir ki, bunu cümlə formasına verir. Biz o cümləni atıb, make-up sentence dərsində biz bunu keçmişik. Cümlə mübtədasını atıb, feili sifətlə qoyub, bu formada cümləyi birləşdirə bilərəm. Aydındır və o olur təyin. Təhsildə, dərsdə ifadə mənasında inlə işlənir. Ask feili soruşmaq mənasında. Soruşmaq mənasında sözünü tələb etmir. Lakin istəmək, xahiş etmək mənasında. Yəni, zəhmət olmasa bunu qeydi aparın. Ask soruşmaq
Boşluq, yəni söz önü yoxdur. İstəmək, xahiş etmək də formla işlənir. Aydındır? Aha. Gəldim bura. Deyir ki, dənizdir, okeandır, göldür, bundan indi işlənir, onda işlənir. Belə testlərdə tərcüməyə baxmaq lazımdır. Aydındır, baxaq da. Gəmi batır, hara batır? Okeanın içinə batır, məntiqlidir. Biz gördük, okeanda gəmi gördük. Məsələn, görürəm də, yəni okeanda üzür. Deməli, bu ondur, üstündə üzür. Bir də görürəm ki, okean Titanic nə edir? İn eləyir. Titanic in elədi, amma normal gəmi on eləyir. Watch feili sözünü tələb etmir. Tez-tez düşəndir. Radio dinləmək aşağıdakı ifadələrlə verilə bilər. Yəni, qabağımıza bunlar çıxa bilər. Listen to somebody on the radio. Okay, bu ifadələrə də bir baxarsınız. Call, phone, telefon feilləri zəng etmək deməkdir və sözünsüz işlənir. Bunlar da çox-çox düşənlərdən daha. Calldur, phonedur, telefondur. Bunlar da demək olar çox-çox düşür. Qatara çatmaq, gecikmək ifadəsi aşağıdakı kimidir? Sözünü tələb eləmir. Yəni, catch the rain, miss the rain. Qatara çatmaq və yaxud qatarı itirmək. Yer gəlmişkən missin darıxmaq mənası da var. Yəni, bir neçə mənası var. İtirmək, yəni qatara çata bilməmək və yaxud da ki, kimisə üçünsə darıxmaq. Abroad, here, there, downstairs and upstairs sözləri yer zərfləridir və sözünüsüz işlənir. Net, off ifadədir bunlar. Bunlar əzbərləyin. Put off, take off, switch off, turn off. Bunlar yəni əzbərlənəsidir. Yəni, feil üstə gəl off tamam tərkibi feildir, başqa bir məna yaradır. Used to ardı. Yəni, used to bilsiz nə deməkdir? Mən used to ilə bir cümlə qururamsa, deməli, onu bir zamanlar edirdim, indi etmirəm. Məsələn, Sam used to cry a lot in his childhood. Deyir ki, ağlayardı. Mən bilirəm ki, ifadə used to ilə olduğuna görə indi o ağlamır. Beside yanında deməkdir. Beside isə nə fərq var? S fərq var. Beside, besides. Beside yanında, besides isə həmçinin o cümlədən savayı deməkdir. Çox fikir verin. Demək olar ki, bunun fərqini tutan çox az bir şagird var. Beside ilə besides. Beside yanında, beside isə həmçinin deməkdir. Çox diqqətli olun. Buyurun, bu da sizə nədir? Söz önü dərsidir. Söz önü bundan ibarətdir. Bu, bunun nəzəri hissəsidir. Yoldaşlar, bir də sözün digər bir hissəsi var. Hər bir yerdə var, bütün qrammatikaların sonunda var. İfadələr. Onu verib də sizi yormaq istəmədim. Ona görə özünüz əldə eləyin. Ətlə olan ifadələr, inlə, onla, bayla. Yəni, o ifadələr artıq əzbərlənəsidir. Orada bir şey eləyə bilmərəm. Və burada neynədim? Burada sizin diqqətinizi fokusdadım. Testlərdə hansı hissə daha çox düşür və siz nələri çaşdıra bilərsiniz, çaşdırma ehtimalı olanlar hamısına vurğuladım. Uğurlar, bizi izləmədə qalın. Sağ olun.